Salam əziz izləyicilər. İkinci hissə test toplusundan nitq hissələrinin morfoloji xüsusiyyətləri mövzusunun izahını, testlərinin izahına baxaq. Bizə birinci sualdan başlayaq. Bizə deyir ki, işarələnmiş sözlərin tərkibindəki ca nitq hissəsi baxımından nədir? Ardıcıllıqla müəyyən edin. Baxırıq ki, birinci cümləmizdə deyir, anam rusca təhsil almışdır. Burada ca leksik şəkilçidir, zərf düzəldir, leksik şəkilçidir. Dil məzmunlu sözlərə qoşulub, leksik şəkilçidir, zərf düzəldir. İkincidə dayım. Onda zərrəcə ağıl yox imiş. Burada zərrə qədər, yəni buradakı canı biz qədərlə əvəz eləyə bilirik. Deməli, buradakı ca qoşmadır. Üçüncü caya da baxırıq. Məmmədxanın bircə yaşı var idi. Burada da bir saydı, bircə burada qüvvətləndirici ədat mövqeyindədir. Deməli, sualımızın cavabı oldu. Zərf düzəldən leksik şəkilçi, sonra qoşma, ədat. Sualımızın düzgün cavabı oldu A variantı. Keçək ikinci suala. İkinci sualda bizə nə deyir? Deyir, fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu ardıcıllıqla müəyyənləşdirin. Hökm ilə cümlə arasında əlaqə, bu əlaqənin mahiyyəti, hökmün qrammatik forma kimi cümləyə münasibəti istər məntiqçilərin, istərsə də dilçilərin diqqətini çoxdan cəlb etmişdir. İndi baxaq görək, burada ardıcıllıqla nə götürülüb? Birinci ilə baxırıq, hökm ilə cümlə arasındakı əlaqə. Burada hökm və cümlə arasındakı deyə bilirik. Deməli, buradakı ilə bağlayıcıdır. Sonra baxırıq əlaqə, bu əlaqənin mahiyyəti. Buradakı bu işarə əvəzliyidir. Sonra gəlirik bura, hökmün qrammatik forma kimi. Buradakı kimi bənzətmə qoşmasıdır. Sonra gəlirik, münasibəti istər məntiqçilərin, istərsə də burada tabeysizlik deməli, iştirak bağlayıcısıdır. Diqqətini çoxdan cəlb etmişdir. Burada da çoxdan sözü düzəltmə zərfdir. Saydan düzələn düzəltmə zərfdir. Deməli, sualımızın doğru cavabı olacaq D variantı. Gələk üçüncü sualımıza. Üçdə bizə nə deyir? Fərqləndirilmiş sözlərin hansı nitq hissələrinə aid olduğunu ardıcıllıqla yenə müəyyənləşdirin deyir. Təfəkkürün dil ilə əlaqəsinə aid məsələlər içində məntiqi və qrammatik kateqoriyaları, həmçinin bu kateqoriyaların bir-birinə münasibəti və digər məsələləri birlikdə həll olunub. Baxırıq, görək birinci ilə nədir? Deməli, burada təfəkkürün dil ilə əlaqəsinə, burada nə ilə sualını verə bilirik dil ilə əlaqəsinə. Deməli, birinci olacaq qoşma, əlaqəsinə aid məsələlər içində, əlaqəsinə dair. Yenə, buradakı aid də qoşmadır. Deməli, qoşma, sonra məntiqi və qrammatik kateqoriyalar, burada necə sualına cavab verir? Bu məntiqi sözü sifətdir. Həmçinin, deməli, bağlayıcıdır, yenə iştirak bağlayıcısıdır, tabeysizlik bağlayıcısıdır, birlikdə də zərfdir. Deməli, üçüncü sualımızın düzgün cavabı olacaq A variantı. Gələk dördüncü sualımıza. Dördüncü sualımızda bizdən nə istəyir? Deyir, sizdən ayrılmayır könlümün quşu nümunəsində sözlərlə bağlı səhv fikirləri istəyir bizdən. Baxaq, səhv fikirləri, yanlış fikirləri istəyir. Sizdən şəxs əvəzliyidir, yerlik haldadır. Şəxs əvəzliyidir, bəli, sizdən şəxs əvəzliyidir. Buradakı dən yerlik hal şəkilçisidir, daha doğrusu çıxışlıq hal şəkilçisidir, yerlik hal yox. Yerlik halın şəkilçisi dadədir. Deməli, yanlış fikirləri istəyir, biri yanlış kimi götürəcəyik. Sonra ayrılmayır feildir, indiki zamandadır, bəli. Ayrılmaq, ayrılmamə inkar şəkilçisidir, ırda indiki zaman şəkilçisidir, bəli. Bu düzgün fikirdir. Könlümün düzəltmə isimdir. Mənim könlüm. Burada düzəltmə isim deyil, sadə isimdir. Mənim könlümü müəyyən yiyəlik haldadır. Deməli, burada bu mənim könlümün düzdür, yiyəlik haldadır, amma düzəltmə isim deyil. Mənsubiyyət şəkilçisi ilə işlənib. Bu da yanlış cavabdır. Könlümün quşu, burada da quşu sözü mənsubiyyət şəkilçisi qəbul etmiş isimdir. Bu düzgün fikirdir. Bizdən yanlış cavablar istədiyinə görə sualımızın cavabı olacaq C variantı. Gələk 5-ci testimizə. Şeiriyyət ilhama çağırır məni. Nümunəsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyən edin. Deməli, baxaq, şeiriyyət quruluşca, bax, bizdən yanlış cavabları, səhvləri istəyir. Şeiriyyət quruluşca düzəltmə konkret isimdir. Quruluşca düzəltmədir, bəli, sözün kökü şeir, iyyət leksik şəkilçidir. Amma konkret isim deyil. Bizdən səhvləri istədiyinə görə, deməli, biz bunu götürəcəyik. Birincini götürəcəyik. Sonra, İlhama isimdir, yönlük haldadır. Bəli, ilham sözün kökü də A-ya da yönlük hal şəkilçisidir. Bu doğru fikirdir. Çağırır, çağırmaq sözün köküdür. Ir, indiki zaman şəkilçisidir. İndiki zamanda işlənmiş feildir. Bu da düzgün fikirdir. Yəni, bizdən yanlışları istəyir. Məni mənsubiyyət şəkilçili şəxs əvəzliyidir. Xeyr, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Burada məni sözündəki i təsirlik hal şəkilçisidir. Sualımızın doğru cavabı olacaq D variantı. Gələk növbəti testimizə. Növbəti testimizdə görək bizdən nə istəyir?
Nümunədə altından xətt çəkilmiş sözlər morfoloji cəhətdən nədir? Ardıcıllıqla müəyyən edin. Pərişan buludlar başımın üstündə buludlar, pərişan buludlar başımın üstündə kişnəyib yarışan buludlar. Burada pərişan sözü sifətdir. Başımın sözü yiyəlik halda olan isimdir. Bizdən nitq hissələri kimi istəyir. Başımın sözü isimdir. Kişnəyib feildir. Deməli bu isimdir. Kişnəyib feildir. Yarışan yenə feildir. 6-cı sualda sualımızın düzgün cavabı olacaq. Deməli sifət, isim. Burada kişnəyib yarışan. Bəli. Feili bağlamadır. Yarışan buludlar da feili sifətdir. Sualımızın doğru cavabı olacaq 6-da E variantı. Gələk 7-ci suala. Söyüdlər ahəstə yırğalanaraq sanki segahı dinləyirdi. Cümləsində nitq hissələrinin düzülmə ardıcıllığını. Söyüdlər sözü isimdir. Ahəstə yırğalanaraq. Ahəstə zərfdir. Yırğalanaraq feili bağlamadır. Deməli, sanki qoşmadır. Segahı isimdir. Dinləyirdi də sadə feildir, indiki zamandadır. Deməli, 7-ci sualımızda cavab oldu nə? D variantı. Ardıcıllıqla isim oldu, zərf oldu, feil oldu, yırğalanaraq. Yəni, feili bağlamadı, sanki vergülsüz işlənən modal sözdür, segahı isimdir, dinləyirdi, feildir. Deməli, cavabımız oldu, doğru cavabımız D variantı. Gələk 8-ci testimizə. 8-ci testdə bizdə nə istəyir? Şeirdə qafiyə yaradan sözlər ümumi qrammatik mənasına görə, yəni ümumi qrammatik məna deyəndə nitq hissələrinə görə nədir? Bizdən soruşur. Elə ki, qocaldı, əl açır bizə, güvənir, sığınır köməyimizə. Deməli, bizdən bu qafiyə yaradan sözlər bizə və köməyimizə sözlərini istəyir. Bizə sözü burada əvəzlikdir, köməyimizə sözü də isimdir. Əvəzlik və isim sualımızın cavabı olacaq C variantı. Sonra gəldik 9-cu testə. Şeirdə qafiyə yaradan sözlər ümumi qrammatik mənasına görə nədir? Tunç zirehli ilanlar haqqımızı nə anlar? İlanlar sözü isimdir. Deməli, İlanlar sözü isimdir. Bu nə anlar da burada anlayar mənasında, yəni anlayar feili də burada sözü də feildir. Deməli, sualımızın doğru cavabı olacaq isim və feil. C variantı. Gələk 10-cu testimizə. Onda bizə nə deyir? O sirrini ancaq mənə danışırdı. Cümləsində sözlərin izahı ilə bağlı səhvi bizdən istəyir. Deyir, sirrini, mənsubiyyət şəkilçiliyi təsirli halda olan isimdir. Bəli, özünün sirri, özünün sirrini. Bu düzgün fikirdir. Ancaq mənə danışırdı, yalnız mənə danışırdı, təkcə mənə danışırdı, məhdudlaşdırıcı ədatdır. Amma burada yazıb ki, ancaq bağlayıcıdır. Deməli, 10-cu sualımızda yanlış cavab B-dir. Baxaq digərlərinə də. Mənə yönlük halda olan şəxs əvəzliyidir, doğrudur. Danışardı, danışar idi. Qeyri-qəti gələcək zamanda olan xəbər şəklində idi hissəci ilə işlənmiş feildir, düzdür. O şəxs əvəzliyidir, bəli. Kim danışardı? Deməli, bunlar hamısı doğru cavablardır. Bizdən yanlışı səhv istədiyinə görə cavabımız olacaq B. Gəldik 11-ci testə. Azərbaycan dili gözəlliyi, zərifliyi, zənginliyi ilə seçilir. Cümləsində sözlərin nitq hissələrinə görə izahı ilə bağlı bizdən deməli, səhv istəyir yenə. Baxaq, Azərbaycan yiyəlik halda olan isimdir. Bəli, Azərbaycan sözü qeyri-müəyyən yiyəlik haldadır. Azərbaycan dili, yəni özündən sonra gələn mənsubiyyət şəkilçili sözə əsasən biz bunun qeyri-müəyyən yiyəlik halda olduğunu müəyyən eləyirik. Bu düzgündür. Sonra yazır ki, gözəlliyi, zərifliyi, zənginliyi təsirli halda olan isimlərdir. Xeyr, burada Azərbaycan dili özünün gözəlliyi, özünün zərifliyi, özünün zənginliyi ilə. Buradakı i şəkilçiləri mənsubiyyət şəkilçiləridir. Mənsubiyyət şəkilçiləri təsirli hal deyil. Ona görə sualımızın doğru cavabı olacaq B variantı. Deməli, ilə qoşmadır, zənginliyi ilə. Nə ilə seçilir? Deməli, ilə qoşmadır, bəli. Seçilir, düzəltmə feildir, bəli. Seçməkdən seçilmək, seçilir, indiki zamandadır. Azərbaycan dili, yenə burada da dilin mənsubiyyət şəkilçisi işlənmiş, bəli, isimdir. Bu da düzgün cavabdır. Ona görə bizdən yanlış istədiyinə görə sualımızın cavabı olacaq B variantı. Gələk 11-ci testə. 11-də bizə deyir ki, axşamki səmimi söhbət hamıya faydalı oldu. Cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Bir-bir baxaq. Deməli, yazır faydalı oldu feildir, keçmiş zamandadır. Faydalı oldu feildir, keçmiş zamandadır. Bəli, faydalı oldu, şuhidi keçmiş zamandadır. Bu düzgün fikirdir. Bizdən səhvləri istəyir. Baxaq, görək, yanlış cavab istəyir, daha doğrusu səhv cavab istəyir. Bir dəqiqə, Deməli, hamıya qeyri-müəyyən əvəzlikdir, bəli. Hamıya qeyri-müəyyən əvəzlikdir, bu da düzdür. Söhbət sadə isimdir, bəli. Səmimi sifətdir, adi dərəcədədir, bu da düzgündür. Bugünkü sözü bu və gün sözündən ibarətdir, yəni ikinci tərəf düzəltmədir. Mürəkkəb zaman zərfi deyil. Yəni ki, şəkilçisi, dünənki, səhərki, axşamki, bugünkü sifət düzəldən şəkilçidir. Yəni, buradakı zaman zərfidir fikri yanlışdır. Ona görə sualımızın cavabı olacaq E variantı.
Artıq mən təbii ki, sənin əleyhinəyəm cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən səhv istəyir. Təbii ki, modal sözdür, bəli. Təbii ki, burada modal sözdür, düzdür. Bizdən yenə yanlış istəyir. Artıq ədatdır, bəli. Qüvvətləndirici ədatdır, düzgündür. Mən şəxs əvəzliyidir, adlı haldadır, düzgündür. Əleyhinəyəm indiki zamanda olan feildir deyir, bu yanlışdır, sifət mövqeyindədir. Sənin şəxs əvəzliyidir, yiyəlik haldadır, bu da düzgün fikir. Deməli, sualımızın doğru cavabı oldu 13-cü testimizdə D variantı. Gələk 14-cü testimizə. Onlar yalnız gördükləri işlərdən danışırdılar. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən səhv istəyir. İşlərdən sadə isimdir, çıxışlı haldadır. Bəli, işlərdən çıxışlı haldadır. Düzgündür. Deməli, yanlış istəyir, getdi. Onlar şəxs əvəzliyidir, bu da düzgündür. Yalnız ədatdır. Yalnız ədat mövqeyindədir burada. Bəli. Danışırdılar. Deməli, yazır düzəltmə feildir. Birinci şəxsin cəmindədir. Burada söz quruluşca sadə. Danışmaq sözün köküdür. Ir, indiki zamandadır. İdi hissəciyidir. Bu da larlərdir. Yəni, birinci şəxsin cəmindədir, amma düzəltmə feil deyil. Quruluşca sadə feildir. İndiki zamanda olan sualımızın cavabı olacaq D variantı. D variantı. Bir dəqiqə, hə. E-də də deyir, gördükləri feili sifətdir. Gördükləri feili sifətdir. Bu da düzdür də, gördükləri. Bu da düzgün fikirdir. Ona görə biz yanlış cavabı tapmalıyıq. O da oldu D variantı. Gələk 15-ci testimizə. 15-də bizə deyir ki, mən əminəm ki, yarışda qalib gələcəyik. Burada bizə nə deyir? Deyir ki, yenə yanlış cavabı istəyir. Ki, tabellik bağlayıcıdır. Bəli. Ki, cümləni cümləyə bağlayıb, tabellik bağlayıcısıdır, aydınlaşdırma bağlayıcısıdır. Mən şəxs əvəzliyidir, bu da düzgün fikirdir. Əminəm yazır ki, feildir, indiki zamandadır. Bu da burada sifətdir, xəbər mövqeyində işlənib. Yarışda sadə isimdir, yerlik haldadır, bu da düzgün fikirdir. Qalib gələcəyik, deməli, feildir, gələcək zamandadır, bəli. Gəl, burada acaq, bir də bəli. Biz qalib gələcəyik, birinci şəxsin sonluğunu qəbul edib. Ona görə sualımızın doğru cavabı olacaq C variantı. Gələk 16-cı testimizə. Onlar kəndə bizdən sonra çatdılar. Nümunə cümləsindəki sözlərin nitq hissələrinə görə izahı ilə bağlı səhvi müəyyən edin. Yazır, kəndə yer zərfidir, yönlük haldadır. Bax, buradakı kəndə sözü yer zərfliyidir, yer zərfliyi. Amma yer zərfi deyil, yer məzmunlu isimdir. Yer zərfləri konkret dəqiq sözlərdən ibarətdir. Əsasən antonim sözlər şəklində olur. Ora, bura, yuxarı, aşağı, irəli, geri, sağa, sola və s. Ona görə buradakı kəndə sözü yer zərfi yox, yer məzmunlu isimdir. Bizdən də yanlış cavab istəyir. Ona görə cavabımız A-dır. Onlar şəxs əvəzləyir, adlı xalladır. Bu düzgün fikirdir. Bizdən şəxs əvəzliyidir. Bəli. Burada çıxışlı xal şəkilçisini qəbul edib kimdən sualına cavab verir? Bizdən sonra, bəli, yenə çıxışlı xala qoşulan zaman məzmunlu qoşmadır. Bu da düzgün fikirdir. Çatdılar keçmiş zamanda, şuhudi keçmiş zamanda olan feildir. Bu da düzgün fikirdir. Sualımızın düzgün cavabı olacaq A variantı. Gələk növbəti testimizə. 17-ci testimizdən davam eləyək. 17-də bizə deyir ki, Səməd bu yollara həsrətlə baxırdı. Cümləsindəki sözlərin nitq hissəsinə görə təhlilindəki səhvi müəyyən edin. Deyir, bu işarə əvəzliyidir. Bəli, bu hansı yollara? Bu yollara işarə əvəzliyidir. Yollara yönlük halda olan sadə isimdir. Yollara, bəli, yönlük haldadır, sadə. Nəyə baxırdı? Cəm şəkilçisi qəbul edib. Yazır ki, baxardı, keçmiş zamanda olan feildir. Xeyr, burada baxardı. Deməli, baxardı burada baxar idi şəklindədir. Baxar idi. Yəni, qeyri-qəti gələcək zamandadır. İdi hissəci ilə işlərim. Ona görə yanlış cavabdır. Səməd adlı halda olan xüsusi isimdir. Bəli, Səməd adlı haldadır, xüsusi isimdir. Həsrətlə tərz hərəkət səhvidir. Düzəltmə tərz hərəkət səhvidir. Bu da düzgün fikir. Gələk 18-ci testimizə. Sanki dünənki yorğunluqdan əsər əlamət qalmamışdı. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən səhv istəyir. Sanki modal sözdür. Düzgün fikirdir, bəli, vergül qoyulmayan modal sözlərdəndir. Dünənki yenə yazır ki, düzəltmə zaman zərfidir. Biz bayaq da dedik ki, ümumiyyətlə zərf düzəldən şəkilçi yoxdur. Bu zərfdən və bəzən də əvəzlikdən sifət düzəldir. Dünənki, səhərki, axşamki, həminki əvəzlikdən, zərfdən sifət düzəldir. Ona görə bu zaman zərfidir, səhvdir. Yəni, bu sözün kökü zərfdir, amma özü nədir? Sifətdir. Yorğunluq sifətdən düzəlmiş isimdir. Deməli, yormaqdan düzəlib yorğun, yorğundan yorğunluqdan bizə nədən düzəldiyini soruşursa, biz axırıncı leksikin üstünə leksiki saxlayırıq. Yəni, oradan əvvəlki hissəyə baxırıq. Burada da yorğunluğu bağlayanda yorğunluq şəkilçisini örtəndə olur yorğun. Deməli, bu sifətdən düzəlib isimdir. Danda çıxışlı xal şəkilçisidir. Düzgün fikirdir. Yəni, C-ni çıxırıq. Əsər əlamət isimdir. Adlı xaldadır. Əsər əlamət qalmamışdı. Bəli, yəni adlı xaldadır. Heç bir şəkilçisi yoxdur. Qalmamışdı. Sadə feildir. Xəbər şəklində inkardadır. Bəli. Qalmamış, deməli, idi. Qalmamış idi.
Bu da düzgün fikirdir. Oldu 18-ci sualımızın cavabı B variantı. Gələk növbəti testimizə. Orxan bu sözü ağlaya-ağlaya təkrar etdi. Cümləsində sözlərin morfoloji təhlilindəki səhvi istəyir bizdən. Sözü təsirlik halda olan isimdir. Bəli, sözü, nəyi təsirlik halda olan isimdir. Bu doğru fikirdir. Orxan xüsusi isimdir. Doğru fikirdir. Bu işarə əvəzliyidir. Sifətin yerində işlənmişdir. Bu da doğru fikirdir. Bu sözü, hansı sözü? Bəli, işarə əvəzliyidir. Sifətin yerində işlənmişdir. Deyir, ağlaya-ağlaya tərz hərəkət zərfidir. Ağlaya-ağlaya burada tərz hərəkət zərfliyidir. Cümlə üzvü kimi zərflikdir. Amma nitq hissəsi kimi feildir. Feili bağlamadır. Yəni, biz burada bunun kök hissəsinə baxırıq. Ağlamaq hansı nitq hissəsidir? Feildir. Deməli, bu tərz hərəkət zərfi yox, feili bağlama mövqeyindədir. Ona görə, deməli, burada sualımızın cavabı D variantı olacaq. E-də də təkrar etdik, keçmiş zamanda olan, bəli, şuhdi keçmiş zamanda olan feildir. Bu da düzgün fikirdir, çıxdıq. Xəstəxananın şöbə müdiri deyəsən bizi unutmuşdu. Cümləsindəki sözlərin nitq hissəsinə görə təhlilindəki səhvi müəyyən edin. Xəstəxananın düzəltmə isimdir, yiyəlik haldadır. Bəli, xəstə nə yazdıq? Hə, xananın düzəltmə isimdir, yiyəlik haldadır, düzgündür. Şöbə ümumi isimdir deyir, amma bəli, ümumi isimdir, amma adlı halda deyil. Bax, bu adlı halda deyil. Niyə? Çünki şöbə sözü özündən sonra gələn mənsubiyyət şəkilçili sözlə işlənib, deməli, müdiri sözü şöbənin müdiri də, yəni qeyri-müəyyən yiyəlik haldadır. Bu adlı halda yox, qeyri-müəyyən yiyəlik haldadır. Baxaq, deyəsən modal sözdür, bəli, güman şübhə bildirən modal sözdür. Bizi şəxs əvəzliyidir, bizi. Bəli, burada görürük, yəni şəxs əvəzliyidir, təsirlik hal şəkilçisi qəbul edib, bayaq da dedik, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Unutmuşdu, feildir, keçmiş zamandadır, bəli, unutmuş idi, idi hissəci ilə işlənmiş, nəqli keçmiş zamanda olan feilimizdir. Gələk növbəti testimizə. Deməli, deyir, saxsı küplərin kölgəsi qapıya qədər düşürdü. Cümləsində sözlərin nitq hissəsinə görə təhlilindəki səhvi müəyyən edin. Qədər, qapıya kimi, deməli, məsafə bildirən qoşmadır. Bəli, düzgün fikirdir. Küplərin yiyəlik halda olan isimdir. Küplərin kölgəsi. Bu da düzgün fikirdir. Qapıya yönlük halda olan isimdir. Bu da düzgün fikirdir. A, yönlük hal şəkilçisidir. Saxsı sözü burada sifətdir yazır, amma saxsı sözü isimdir. İsim sifətləşib. Yəni, material bildirən, biz bilirik ki, material bildirən qızıl, gümüş, tunc, dəmir və s. taxta, bax bu kimi isimlər, peşə sənət məzmunu bildirən isimlər, qohumluq bildirən isimlər cümlədə sifət mövqeyində işlənib, sifətləşə bilir. Amma yenə də bu morfoloji baxımdan isim hesab olunur. Düşürdü sözü də deyir, indiki zamandadır, indiki zamanda işlənən feildir, bu da düzgündür. Düşmək, düşür, idi. İndiki zamanda idi hissəci ilə işlənmiş feildir. Sualımızın bizdən yanlış cavab istəyir, ona görə cavabımız D variantıdır. Gələk 22-ci sualımıza. Ədəbiyyat müəllimi dünənki tapşırığı hələ yoxlamamışdı. Cümləsindəki sözlərin nitq hissəsinə görə izahı ilə bağlı yanlışı bizdən istəyir. Ədəbiyyat yiyəlik halda olan isimdir, düzdür. Ədəbiyyat müəllimi, yenə burada ədəbiyyatı müəllimi deyə bilməsək belə, bu ikinci tərəfdə mənsubiyyət şəkilçisi varsa, bu deməli yiyəlik halda olan isimdir. Bu düzgün fikirdir. Dünənki yenə yazır, düzəltmə zərfdir. Bayaq da dediyimiz kimi dünənki burada zərfdən düzələn sifətdir. Yəni, yanlış cavab budur. Müəllimi adlı halda olan isimdir. Buradakı i mənsubiyyət şəkilçisidir. Düzgün fikirdir. Tapşırığı təsirlik haldadır. Quruluqca düzəltmədir. Tapşırmaqdan tapşırıq, tapşırığı. Təsirlik haldadır. Düzgündür. Yoxlamamışdı. Məlum növdədir. Yoxlamaq sözün köküdür. İnkar şəkilçisidir. İndiki, daha doğrusu, mış, nəqli keçmiş zamanda olan feildir. Bu da düzgün fikirdir. Gələk növbəti testimizə. Deməli, baxaq 23-cü testdə davam edək. Bu ilki imtahan sualları yaxşı hazırlanmışdı. Cümləsində sözlərin nitq hissələrinə görə izahı ilə bağlı bizdən yanlış istəyir. İmtahan yiyəlik halda olan ümumi isimdir. İmtahan sualları, yenə sualları sözündə mənsubiyyət şəkilçisi var. Deməli, imtahan yiyəlik haldadır. Ümumi isimdir. Bu düzgün fikirdir. Bizdən yanlışları istəyir. Bu ilki yenə eyni məqamdır. Bu ilki burada düzəltmə yazıb ki, mürəkkəb zərfdir. Xeyr, mürəkkəb sifətdir. Yəni, yenə də bu yanlış cavabdır. B variantı. Sualları adlı halda olan sadə isimdir. Bəli. İmtahanın sualları, buradakı mənsubiyyət şəkilçisi də adlı haldadır, sadədir, yaxşı zərfdir, feilin qabağında gəlib, zərfdir, hərəkətin tərzini bildirir. Hazırlanmışdı, məchul növdə keçmiş zamanda olan düzəltmə feildir, bəli. Hazırdan, hazırlamaq, hazırlanmaqmış idi. Yəni, kimsə tərəfindən hazırlanmışdı, məchul növdədir. Bu da düzgün fikirdir. Ona görə sualımızda yanlış istədiyinə görə B variantı olacaq. Sual işarəsinin yerinə yazılmalıdır. Ədat, feil, sifət, zərf. Bizə homonim olan
sözü istəyir. Baxaq görək. Doğru sözü. Doğru sözü deməli burada nə ola bilər? Doğru sözü sifət ola bilər. Doğru sözü zərf ola bilər. Doğru söz məsələn sifət olar. Doğru danış zərf olar. Bir də evə doğru qoşma ola bilər. Yəni ədat feil mövqeyində ola bilməz. Artıq sözü bir ola bilər ki, artıq sənə inanmıram. Ədat mövqeyində ola bilər. Yəni feil ola bilməz artıq sözü. Sifət ola bilər. Artıq tamah baş yarar. Bir də artıq danışmayın. Artıq danışmayın. Burada da zərf mövqeyində ola bilər, amma feil mövqeyində olmaz. Gələk C variantına. C-də düz sözü ədat ola bilər. Məsəl üçün deyirəm ki, düz qapının ağzında dayanmışam. Nəyisə ipə düzmək mənasında burada düz sözü feildə ola bilər. Düz söz, düz yol sifət mövqeyində də ola bilər. Düz danış zərf də ola bilər. Sualımızın cavabı olacaq C. D-də də tək sözü olacaq ədat, tək sənə inanıram, məhdudlaşdırıcı ədat ola bilər, amma tək heç vaxt feil ola bilməz, tək əldən səs çıxmaz, sifət ola bilər, tək yaşayıram, zərf ola bilər, amma feil ola bilməz. Ona görə bu da sualımızın cavabı olmaz. Qoy sözü ədat ola bilər, qoy söhbət edək, məsələn, ədat ola bilər, bir də qoy feil ola bilər, sifət və zərf ola bilməz. Ona görə sualımızın cavabı olacaq C variantı. Gələk növbəti testimizə, 25-ci testimizə. Davam edək. Deyir, növbəti oyunda finalçılar oynayacaq cümləsindəki nitq hissələrin işlənmə ardıcıllığını müəyyən edin. İşlənmə ardıcıllığını istəyir bizdən. Deməli, növbəti sözü burada sifətdir. Növbəti sifətdir, oyun isimdir, finalçı. Yəni, çı-çı şəkilçisi, dəmirçi, dənizçi, qapçı, əlaçı, yalançı, nə olur olsun, yəni çı-nın amonimliyi yoxdur, yalnız isim düzəldir bu. Ona görə bu da isim olacaq, bu da feil olacaq. Sualımızın doğru cavabı olacaq B variantı. Sənan bayaq ora gülə-gülə gedirdi. Cümləsindəki sözlərin nitq hissələrinə görə izahı ilə bağlı doğru fikirləri istəyir. Sənan adlı halda işlənmiş xüsusi isimdir. Bəli, xüsusi isimdir. Bizdən doğru fikirləri istəyir. Bəli, götürürük. Bayaq zaman mənalı qoşmadır. Xeyr. Burada zaman mənalı qoşma yox, zaman mənalı zərfdir. Yəni, ona görə 2 yanlışdır. 2 yanlışdır. Sonra ora ismi yerində işlənmiş işarə əvəzliyidir. Ora, bura yer zərfidir. Yer zərfidir. Gülə-gülə hərəkətin tərzini bildirən feili bağlamadır. Bəli, bayaq dediyimiz kimi, bax, gülmək. Sözün kökünə baxırıq. Gülmək nədir? Feildir. Deməli, bu feildir. Feili bağlamadır. Doğru fikirdir. Gedirdi, indiki zamandadır. Bəli, gedir idi şəklində işlənən, indiki zamanda olan sadə feildir. Sualımızın düzgün cavabı olacaq 1, 4, 5. A variantı. A variantı. Qeyd edək. Keçək növbəti sualımıza, 27-ci sualımıza. 27-ci sualımıza. Deməli, 27-də bizdən nə istəyir? 27-də deyir ki, atalar deyib ki, ehtiyat igidin yaraşığıdır. Cümləsindəki sözlərin nitq hissələrinə görə izahı ilə bağlı səhifə istəyir. Atalar deyib, keçmiş zamanda 3-cü şəxsdə olan feildir. Bəli, atalar deyib ki, deyibdir ki, yəni buradakı ıb nəqli keçmiş zaman şəkilçisidir, 3-cü şəxsdədir. Bu düzgün fikirdir. Atalar adlı halda cəm şəkilçisi qəbul etmiş isimdir. Bu da düzgün fikirdir. Yaraşığıdır, mənsubiyyət və şəxs xəbərli şəkilçisi qəbul etmiş düzəltmə isimdir. Bəli, bu da yaraşığı, yaraşıq, yaramaq, yaraşmaq, yaraşıq, yaraşığıdır. Deməli, nə deyir? Ehtiyat igidin yaraşığıdır. İgidin yaraşığıdır, mənsubiyyət qəbul edib. Bəli, mənsubiyyət qəbul edib, xəbərli şəkilçisi qəbul edir, düzəltmə isimdir. Bu da düzgün fikirdir. Ehtiyat isimdir, adlı haldadır. Deməli, düzdür da, ehtiyat sözü isim mövqeyindədir, adlı haldadır, heç bir halın şəkilçisini qəbul eləməyib. İgidin yiyəlik halda işlənmiş isimdir deyir, amma igid sözü burada sifətli isimləşib. Yəni, sifətin isimləşməsi mövqeydə var. Burada igid sözü sifətdir. İgid, xəstə, cəsur, qorxmaz, nə bilim, gənc, qoca, bu kimi sözlər sifətdir, amma isimləşə bilir. Yenə də morfoloji baxımdan igid sözü isim yox, sifət hesab olunur. Ona görə bizdən yanlışları istədiyinə görə sualımızın cavabı olacaq E variantı. Gələk 28-ci testimizə. O gözlərini rayona doğru uzanan asfalt yola dikdi. Cümləsindəki sözlərin nitq hissələrinə görə izahı ilə bağlı səhv fikri bizdən istəyir. Baxırıq, asfalt sifətli adi dərəcədədir. Yenə bayaq da dediyimiz kimi, yanlış cavabımız burada budur. Asfalt material bildirən isimdir, sifət mövqeyində deyil. Sadəcə burada təyin mövqeyində, hansı yola isimdir, sifətləşib. Ona görə sualımızın cavabı olacaq A. Bir təsriflənməyən feil işlənmişdir. Bəli. Uzanan burada feili sifətdir, təsriflənməyən feildir. Bu düzgün fikirdir. Feillərin hər ikisi təsdiqdədir. Uzanan və dikdir. Hər ikisi təsdiqdədir. Düzgün fikirdir. Gözlərini mənsubiyyət və təsirlik hal şəkilçisi qəbul etmiş isimdir. Özünün gözlərini, bəli, mənsubiyyət hal hər ikisini qəbul edib. Yönlük halda olan 2 isim var. Baxırıq, rayona,
Bir də yola, bəli, yönlük halda işlənmiş 2 isim var. Bu da düzgündür. Bizdən yanlış istədiyinə görə sualımızın cavabı olacaq A variantı. Gələk növbəti testimizə. Uşaq yüyürə özünü otağa saldı. Cümləsindəki sözlərin nitq hissəsinə görə izahı ilə bağlı səhv fikri bizdən istəyir. Baxaq görək hansıdır. Otağa yönlük halda işlənmiş isimdir. Bəli, otağa yönlük halda işlənmiş isimdir. Bu düzgün fikirdir. Uşaq adlıq halda işlənmiş sadə isimdir. Bu da düzgün fikirdir. Özünü həm mənsubiyyət, həm təsirlik halda olan əvəzlikdir, təyin əvəzlikdir. Yüyürə yazır ki, tərcə hərəkət zərfidir. Bayaq da dediyimiz kimi, yüyürə tərcə hərəkət zərfliyidir. Zərf deyil, yüyürmək feildir. Yəni, burada hərəkət məzmunu var. Bu hərəkətdir, feildir, feili bağlamadır. Amma zərflik cümlə üzvü kimi tərcə hərəkət zərfliyidir. Nitq hissəsi kimi feildir. Ona görə cavabımız olacaq. D variantı saldı, xəbər şəklində olan sadə feildir. Bəli, şuhudi keçmiş zamanda olan sadə feildir. 30-cu testimizə baxaq. Nümunədəki sözlərin morfoloji izahı ilə bağlı bizdən səhv istəyir. Sənin o qayğılı təbəssümündə körpə bir sevginin izi göründü. Deyir, sənin şəxs o işarə əvəzliyidir. Bəli, sənin şəxs əvəzliyidir. O qayğılı təbəssümündə bu işarə əvəzliyidir. Bu düzgün fikirdir. Bizdən yenə yanlış cavab istəyir. A7. Qayğılı və körpə sözləri adi dərəcədə olan düzəltmə sifətlərdir. Qayğılı düzəltmə sifətdir, amma körpə sadə sifətdir. Burada düzəltmə sifətə görə yanlışdır. Adi dərəcədədir, düzgündür, amma düzəltmə deyil. Ona görə sualımızın cavabı olacaq. B. Təbəssümündə və sevginin mücərrət mənalı isimdir. Bəli, təbəssümdür, sevgidir. Biz bunları gözümüzlə görmürük. Burada mücərrət mənalı isimlər düzdür. İzi, deməli, sevginin izi, yenə buradakı i mənsubiyyət şəkilçisidir. Adlıq haldadır, düzgündür. Göründü, qayıdış növdə öz-özünə göründü. Qayıdış növdə görməkdən görünmək, şuhudi keçmiş zamanda işlənmiş feildir. Bu da düzgün fikirdir. Sualımızın doğru cavabı oldu B variantı. Gələk növbəti testimizə, 31-ci testimizə. Təbiəti qorumaq hamının müqəddəs borcudur. Cümləsində nitq hissələrinin işlənmə ardıcıllığını bizdən istəyir. 31-ci testimizdə nitq hissələrinin işlənmə ardıcıllığını. Deməli, təbiət sözü isimdir. Qorumaq məstərdir, feildir. Yəni, hamı qeyri-müəyyən əvəzlikdir, müqəddəs sifətdir, borc da isimdir. Ardıcıllıq olacaq isim, feil, əvəzlik, sifət və isim. Y variantı. Gecə külək əsdiyi üçün yol təpimişdir. Cümləsində hansı nitq hissələrinə aid söz yoxdur? Baxırıq, deməli, külək var, məsələn, ismə aid söz var. Sifətə aid söz yoxdur. Yəni, burada sifətimiz yoxdur. Feilə aid təpdiyi, əsdiyi, yəni feilimiz də var. Qoşmaya aid üçün qoşması var. Bu da getdi. Zərfə aid, deməli, zərfə aid söz varmı? Zərfə aid söz, hə, gecə. Gecə burada nə vaxt, nə zaman, deməli, gecə, gündüz sözləri isim də ola bilər, zərf də ola bilər, amma burada nə vaxt sualına cavab verir, bu zərfdir. Bağlayıcı yoxdur. Burada nümunədə yeganə köməkçi nitq hissəmiz 3-dür, o da qoşmadır. Ona görə sualımızın cavabı olacaq 2 və 6 E bəndi. Keçək növbəti testimizə, 33-cü testimizlə davam eləyək. Bəs bunu mənə niyə deməmsən? Cümləsinin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir. Niyə sual ədatıdır? Deməli, niyə sual ədatıdır deyir? Xeyr, niyə sual əvəzliyidir? Niyə sual əvəzliyidir? Elə səhv istədiyinə görə sualımızın cavabı A olacaq. Bunu işarə əvəzliyidir. Bəli, təsirlik hal şəkilçisi qəbul etmiş işarə əvəzliyidir. Mənə şəxs əvəzliyidir, yönlük hal qəbul eləyib. Bəs, bəli, yanlışdır. Hə, yox, düzgün fikirdir bu, yəni. Bəs, məgər, yəni, ümumi sual ədatıdır, bizdən yanlış istəyir. Deməmişsən, feildir, keçmiş zamandadır, inkardadır. Bəli, burada da deməmişsən, bu feildir, keçmiş zamandadır, inkardadır. Sən deməmişsən, yəni bu da düzgün fikirdir, bizdən yanlış istəyir. Ona görə sualımızın cavabı olacaq A variantı. 34-cü testdə ürək açıq adam birləşməsinin asıl tərəfinin morfoloji xüsusiyyətləri ilə bağlı səhv istəyir. Yəni, söhbət ürək açıq sözündən gedir. Mürəkkəb sifətdir, bəli, ürəyi və açıq sözlərindən ibarətdir. Bu düzgün fikirdir. Necə, nə cür suallarından birinə cavab verir. Düzgün fikirdir, adi dərəcədədir. Düzgün fikirdir. Sözün birinci tərəfi təsirlik hal şəkilçisi qəbul etmişdir. Sözün birinci tərəfi onun ürəyi mənsubiyyət şəkilçisi qəbul etmiş isimdir. İkinci tərəfi də açmaqdan açıq düzəltmə sifətdir. Ona görə birinci tərəf təsirlik hal yox, mənsubiyyətdir, yanlış istəyir. D variantı olacaq. İkinci tərəf feildən düzəlmiş sifətdir. Bəli, dediyimiz kimi feildən düzəlmiş sifətdir. Gələk növbəti 35-ci testimizə. Qəlbi sınıq adam birləşməsinin asıl tərəfinin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir.
Birinci tərəfi təsirli kal şəkilçisi isimdir. Bax, elə deməli, 35-də cavabımız elə A olacaq. Bayaqki testin eynisidir. Bu birinci tərəf onun qəlbi təsirli kal şəkilçisi yox, mənsubiyyət şəkilçisi qəbul edib. Necə, nə cür sualları düzgündür, adi dərəcədədir, mürəkkəb sifətdir. İkinci tərəfi feildən düzəlib, sınmaqdan sınıq, feildən düzəlmiş sifətdir. Bu da düzgün fikirdir. Bizim kənddəki evimiz çay daşındandır cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi istəyir. Evimiz isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir. Adlı haldadır, bəli, mənsubiyyət şəkilçisi qəbul etmişdir. Adlı haldadır, bu düzgün fikirdir. Bizdən yenə yanlış fikri istəyir, yanlış fikri istəyir. Bizim şəxs əvəzliyidir, yiyəlik haldadır. Bəli, buradakı biz bilirik ki, mənim və bizim sözlərindəki yiyəlik hal şəkilçisi im şəklindədir. Bu düzgün fikirdir, yanlış istəyir. Kənddəki bayaqki kimi, yenə kənddəki kənd isimdir, amma kənddəki düzəltmə sifətdir. Yer zərfi mövqeyində deyil. Cümlə üzvü kimi də təyin kimi olur. Yəni ona görə bizdən yanlış istədiyinə görə C olacaq. Çay isimdir, qeyri-müəyyən yiyəlik haldadır. Çayın daşındandır, bəli, qeyri-müəyyən yiyəlik haldadır. Daşındandır, isimdir, mənsubiyyət hal xəbərlik şəkilçisi qəbul etmişdir, bəli. Daşı mənsubiyyət dandır, xəbərlik şəkilçisi də qəbul edib. Deməli, sualımızın cavabı olacaq C variantı. Keçək növbəti testimizə. 37-ci testimizlə davam edək. Deyir, mənim tələbəlik illərim şəhərdə keçib. Cümləsində sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edin. İllərim sadə isimdir, cəm və mənsubiyyət şəkilçisi qəbul edib, bəli. Mənim tələbəlik illərim, il, cəmlərim, bəli. Sadə isimdir, cəm mənsubiyyət düzgün fikirdir. Mənim şəxs əvəzliyidir, yiyəlik haldadır, bəli. Tələbəlik mücərrəd mənalı düzəltmə isimdir. Tələbədən tələbəlik, bəli, tələbəlik mücərrəd mənalıdır və düzəltmədir. Bu da düzgün fikirdir. Bizdən yanlış istəyir. Keçək digər hissəyə. Şəhərdə yer zərfidir, quruluşca sadədir deyir, amma şəhərdə yer məzmunlu isimdir, yerlik hal şəkilçisi qəbul edib, yer zərfliyidir, amma burada yerlik halda, daha doğrusu yer zərfi deyil. Sualımızın cavabı olacaq D variantı. Keçib keçmiş zamanda olan sadə feildir, bu da düzgün fikirdir. Bizdən yanlışlar istəyir. Görəsən, indi bizim dostumuz haradadır cümləsində sözlərin morfoloji izahı ilə bağlı bizdən səhvi istəyir. Bizim yiyəlik halda olan şəxs əvəzliyidir, bizim yiyəlik halda olan şəxs əvəzliyidir, bu düzgün fikirdir. Bizdən deməli 38-ci testdə bizdən səhv istəyir. Düzgün fikirdir, bəli. Görəsən modal sözdür, güman şübhə bildirən modal sözdür. Deyir, haradadır, feildir, xəbər şəklindədir. Haradadır, sual əvəzliyidir. Sual əvəzliyidir, feil deyil. Ona görə yanlış cavab kimi C-ni götürürük. Dostumuz, mənsubiyyət, bizim dostumuz adlı halda olan isimdir, düzdür. İndi zaman zərfidir, bəli. İndi də zaman zərfidir. Sualımızın cavabı oldu C variantı. Gələk 39-cu testimizə. Biz ki, rəisin tapşırığını yerinə yetirmişdik. Cümləsində sözlərin morfoloji izahı ilə bağlı bizdən səhvi istəyir. Rəisin isimdir, yiyəlik haldadır, bəli. Rəisin yiyəlik haldadır, müəyyən yiyəlik hal şəkilçisi qəbul edib. Bu düzgün fikirdir. Biz şəxs əvəzliyidir, cəmdədir. Biz şəxs əvəzliyidir, cəmdədir. Bu da düzgün fikirdir. Ki ədaddır, yəni əvvəl ki cümləni cümləyə bağlayarsa bağlayıcı olur. Burada cümlənin əvvəlində gəlirsə qüvvətləndirici ədad olur ki, olur. Cümlənin sonunda gələndə isə, məsələn, sən bunu bilmirsən ki, əsasən sual ədatı mövqeyində olur. Ki ədaddır, bu da düzgündür. Tapşırığını təsirlik halda olan sadə isimdir deyir. Amma burada tapşırmaqdan, tapşırıq, düzəltmə isimdir, tapşırığını. Bu da tapşırığını, indi düzgün qoyma, tapşırıq, tapşırığını, yəni həm təsirlik, həm mənsubiyyət şəkilçisi qəbul edib, amma sadə isim deyil, düzəltmə isimdir. D variantı sualımızın cavabı olacaq. Yerinə yetirmişdik, feildir, məlum növdədir, bəli, yerinə yetirmişdik, yerinə yetirmiş idik. Yəni ki, nəqli keçmiş zamanda idi hissəsi ilə işlənmiş feildir. Bu da düzgün fikirdir. Sualımızın cavabı oldu D variantı. Gələk növbəti 40-cı testimizə. Deyir, deyəsən onun vəziyyəti xeyli yaxşılaşıb. Cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhvi bizdən istəyir. Səhvi istəyir, deməli. Deyəsən modal sözdür, bəli, modal sözdür, getdi. Yaxınlaşıb, deyir, feili yaxşılaşıb. Feili bağlamadır, düzəltmədir. Burada feili bağlama deyil, yaxşılaşıbdır. Burada yaxşılaşıb, buradakı ıb şəkilçisi nəqli keçmiş zamanın ıb şəkilçisidir. Ona görə 40-cı testimizdə də cavabımız olacaq B. Feili bağlama olsaydı özündən sonra gələn başqa bir feilə aid olardı. Onun şəxs əvəzliyidir, yiyəlik haldadır, düzgündür. Xeyli kəmiyyət zərfidir, bəli. Feilin qabağında gəlib, feili hərəkəti izah edir, kəmiyyət zərfidir. Vəziyyəti isimdir, adlı haldadır. Onun vəziyyəti, bəli, buradakı i mənsubiyyət şəkilçisidir. Gələk 41-ci testimizlə izahlarımızı davam edək. 41-də bizə nə deyir? Deyir, xarici görünüş və zəriflik həm də daxili gözəlliyi, saflığı əks etdirir. Əks etdirməlidir. Cümləsindəki sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edin. Əks etdirməlidir, deyir, bir dəqiqə.
əks etdirməlidir. Vacib şəklində olan feildir. Bəli, malı məli vacib şəklində olan feildir. Bizdən yanlış cavab istəyir. Xarici, daxili, xaricdən xarici, daxildən daxili düzəltmə sifətlərdir. Bu da düzgün fikirdir. Görünüş, zəriflik, adlı halda olan görünməkdən görünüş, zərifdən zəriflik düzəltmə isimlərdir. Bəli. Və həm də bağlayıcıdır. Tabisizlik bağlayıcılar da düzgündür. Gözəlliyi, saflığı, təsirli kal şəkilçisi qəbul etmiş sifətlərdir deyir. Burada gözəlliyi, saflığı, təsirli kal şəkilçisi qəbul edib, amma sifətlər yox, isimlərdir. Ona görə yanlış cavabımız olacaq E variantı. Gələk növbəti testimizə, 42-ci testimizə. 42-ci testimizdən davam eləyək. Uzaqdan sürülərin qaraltısı görünürdü cümləsində fərqləndirilmiş sözün morfoloji izahı ilə bağlı fikirlərdən biri səhvdir deyir. Biri səhvdir deyir. Sifətdən düzülmüş isimdir. Qaradan qaralmaq, qaralmaqdan qaraltı, qaraltıdan da qaraltısı. Sürülərin qaraltısı bizə nə deyir? Deyir, sifətdən düzəlmiş isimdir. Kökü sifətdir. Qara sözü sifətdir, amma qaralmaqdan qaraltı düzəldib. Yəni bu t şəkilçisi feildən isim düzəldir. Ona görə bu sifətdən düzəlmiş isimdir. Yanlış fikirdir. Bizə yanlış istəyir, səhv istəyir. Ona görə onu götürürük. Üçüncü şəxsin mənsubiyyətindədir. Bəli, sürülərin qaraltısı mənsubiyyət şəkilçisini qəbul edib. Düzgün fikirdir. Ümumi isimdir. Qaraltı düzgün fikirdir. Yenə qara kök, qaralmaq, qaraltısı bu sxemə uyğundur. Düzgün fikirdir. Adlı haldadır. Bəli, mənsubiyyət şəkilçisi ilə işlənir. Abşeronun göyərtisi dadlı və xeyirlidir. Deməli, burada baxırıq. Ümumi isimdir. Bizdən yenə göyərti sözünü istəyir. 43-cü testimizdə göyərti sözünü istəyir. Deyir, ümumi isimdir. Bəli, göyərti sözü ümumi isimdir. Yanlış cavab istəyir. Adlı haldadır. Abşeronun göyərtisi yenə burada mənsubiyyət şəkilçisi qəbul edib. Adlı haldadır. Adlı haldadır. Sonra 2 leksik, 1 qrammatik şəkilçi qəbul etmişdir. Göydən göyərmək, göyərməkdən göyərti, göyərtisi. 2 leksik, 1 qrammatik şəkilçi qəbul edib. Bu da düzgündür. Üçüncü şəxsin mənsubiyyətidir. Buradakı mənsubiyyət şəkilçisidir. Sifətdən düzəlmiş isimdir. Yox. Göyərməkdən düzəlib göyərti. Bayaq dediyimiz kimi sualımızın cavabı olacaq E variantı. Gələk növbəti testimizə, 44-cü testimizdən davam edək. 44-də bizə deyir ki, Turqutla Toğrul içəridən gülə-gülə çıxdılar. Cümləsindəki sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edin. Çıxdılar keçmiş zamanda olan feildir. Bəli, şuidi keçmiş zamanda olan feildir. Bu düzgün fikirdir. Turqut, Toğrul adlı halda olan xüsusi isimlərdir. Düzgün fikirdir. İçəridən yer zərfidir deyir. Bəli, içəri yer zərfidir. Çıxışlı xal şəkilçisi ilə işlənib. Turqut və Toğrul. Deməli, burada xəbərimizlə cəmdədir. Lalə bağlayıcıdır. Burada birləşdirmə bağlayıcısıdır. Gülə-gülə tərcə hərəkət zərfliyidir. Yenə dediyimiz kimi gülmək feildir. Bu feili bağlamadır. Ona görə sualımızın cavabı olacaq E variantı. Gələk 45-ci testimizə. Qızıl payız bəzən ürəkdə xoş duyğular oyadır. Xoş duyğular oyadır. Cümləsindəki deyir, sözlərin morfoloji izahı ilə bağlı yəni bizdən yanlış istəyir. Duyğular cəm şəkilçisi qəbul etmiş düzəltmə isimdir. Duymaqdan duyğu, duyğular cəm şəkilçisi qəbul edib düzəltmə isimdir. Düzgün fikirdir. Bəzən zaman zərfidir, sadədir. Ürəkdə yerlik halda nədə sualına cavab verir. Bəli, buradakı dayda yerlik hal şəkilçisidir. Düzgün fikirdir. Xoş adi dərəcədə olan sadə sifətdir. Bəli, ismin qabağında gəlir. Xoş duyğular. Necə duyğular sifətdir. Qızıl adi dərəcədə olan sadə sifət. Payız qeyri-müəyyən təsirli halda olan isimdir. Deməli, burada qızıl sözü, yenə bayaq da dediyimiz kimi isimdir. İsimdir, sifətləşmiş mövqeydədir. Ona görə bu yanlışdır. Payız qeyri-müəyyən təsirli halda olan isimdir. Payız sözü də adlı haldadır. Yəni, sualımızda yanlış istəyir. O da cavab. Oyadır, indiki zamanda işlənmiş feildir. Sözün kökü oyatmaq və ir burada indiki zamandadır. Bu düzgün fikirdir. Gələk növbəti 46-cı testimizə. 46-cı testimizə davam edək. 46-da bizə nə deyir? Deyir ki, bu ərazidə palıd meşələri çoxdur. Cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Meşələri cəm və mənsubiyyət şəkilçili isimdir. Bəli, meşələri, palıd meşələri cəmdir. Buradakı i mənsubiyyət şəkilçisidir. Yerlik haldan sonra gəlib. Bu düzgün fikirdir. Ərazidə yerlik halda olan ümumi isimdir. Yerlik halda olan ümumi isimdir. Bəli, daha da yerlik harada sualına cavab verir. Palıd adlı halda olan isimdir. Deməli, deyir, palıd adlı halda olan isimdir. Burada adlı halda olan isimdir. Palıdın meşələri. Palıd sözü burada adlı halda yox, qeyri-müəyyən yiyəlik haldadır. Deməli, ona görə adlı halda olan isimdir fikri yanlışdır. Bu işarə əvəzliyidir. Hansı? Deməli, ərazidə bu işarə əvəzliyidir. Bu doğru fikirdir. Bizdən yanlış fikir istəyir. Çoxdur, qeyri-müəyyən miqdar sayıdır. Üçüncü şəxsin təkinin xəbərli şəkilçisini qəbul etmişdir. Bəli, qeyri-müəyyən miqdar sayıdır. Xəbərli şəkilçisi qəbul edib düzgün fikirdir. Bu meşələrin gözəlliyini heç kəs danmır. Cümləsindəki sözləri morfoloji izahı ilə bağlı bizdən yanlış istəyir. Heç kəs qeyri-müəyyən əvəzlikdə inkar mənası ifadə edir.
İnkar mənası ifadə edir. Deməli, bu düzgün fikirdir. Bizdən yenə yanlış istəyir. Qeyri-müəyyən əvəzlikdir. Gözəlliyini sifətdir. İsimdən düzəlmişdir. Deməli, burada baxırıq ki, burada gözəlliyini, nəyi? Sifətdir. Gözəldən düzəlib gözəllik, gözəlliyi, gözəlliyini sifətdir. Sifətdir deyir, isimdən düzəlmişdir. Bu yanlış fikirdir. Elə yanlış fikrimiz budur. Danmır xəbər şəklində inkarda olan feildir. Danmaqdan danmayır. İnkarda, indiki zaman inkarında da bu doğru fikirdir. Bu işarə əvəzliyidir. Sifət əvəz etmişdir. Bu da düzgün fikirdir. Bu meşələrin, hansı meşələrin? Bu da düzgün fikirdir. Meşələrin isimdir. Yiyəlik haldadır. Bəli. Meşələrin gözəlliyi bu da düzgün fikirdir. 47-ci sualımızın cavabı olacaq B variantı. Gələk növbəti testimizə. 48-ci testimizdən davam eləyək. 48-də bizə deyir, iclasda bəzi məsələləri diqqətlə araşdırdılar cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. 48-ci testimizdə. Deməli, deyir, iclasda yerlik halda olan zərfdir. Xeyr, burada iclasda sözündə harada yerlik halda olan isimdir. Yəni, burada yer zərfliyi mövqeyindədir, amma nitq hissəsi kimi isimdir. Ona görə yanlış cavab A olacaq. Bəzi qeyri-müəyyən əvəzlikdir. Bəli, sifətin yerində işlənə bilən yeganə qeyri-müəyyən əvəzlikdir. Məsələləri isimdir, təsirlik haldadır. Məsələləri nəyi sualına cavab verir? Buradakı i təsirlik hal şəkilçisidir. Diqqətlə zərfdir. İsimdən diqqətdən düzəlib diqqətlə. Tərz hərəkət zərfidir. Bu da düzgün fikirdir. Araşdırdılar. Xəbər şəklində olan feildir. Keçmiş zamandadır. Araşdırmaq, araşdırdılar. Şuhudi keçmiş zamanda olan feildir. Sonra keçmiş zamandadır. Bu da düzgün fikirdir. Gələk 49-cu testimizə. Öz gücünə arxalanan xalq əlbəttə məğlub edilməzdir. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən səhvi istəyir. Arxalanan düzəltmə sifətdir, adi dərəcədədir. Elə burada sifət deyir, arxalanmaq feildir, feili sifətdir. Yanlış cavabımız bu olacaq. Yəni ki, feili sifətdir, arxalanmaq sözü. Yəni, baxırıq ki, arxalanmaq feildir. Hərəkət məzmunu var burada. Məğlub edilməzdir, bəli, mürəkkəb sifətdir, bu düzgün fikirdir. Gücünə, özünün gücü, mənsubiyyət şəkilçisi qəbul edib, yönlük hal şəkilçisi qəbul edib. Düzgün fikirdir. Xalq adlı halda olan sadə isimdir. Xalq da adlı haldadır, düzgün fikirdir. Əlbəttə, modal sözdür, bu da düzgün fikirdir. Gələk növbəti, deməli, 50-ci sualımıza. 50-də bizə deyir ki, bu əhvalatın tarixi tam aşkarlanmayıb. Cümləsindəki sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edin. Davam edək. Bu işarə əvəzliyidir. Bəli, bu əhvalatın tarixi. Əhvalatın tarixi bu düzgün fikirdir. Deməli, əhvalatın tarixi bu, bəli, işarə əvəzliyidir. Hansı əhvalat? Bizdən yenə yanlış istəyir. Tarixi isimdən düzələn sifətdir. Əhvalatın tarixi isimdən düzələn sifətdir. Bu da düzgün fikirdir. Əhvalatın isimdir, yiyəlik haldadır. Bəli, düzgündür. Deməli, tam kəmiyyət zərfidir. Burada bir dəqiqə baxaq. Bu əhvalatın tarixi. Əhvalatın tarixi isimdən düzələn sifətdir deyir. Bu yanlış fikirdir. Əhvalatın tarixi burada tarixi yiyəlik haldan sonra gəlib mənsubiyyət şəkilçisi qəbul edib. Sifət yox, isimdir. Yəni, burada bu mənsubiyyət şəkilçisidir. Əgər desəydi ki, tarixi məlumatlar, biz orada onu düzəltmə sifət kimi götürərdik. Ona görə cavabımız olacaq B variantı. Əhvalatın isimdir, yiyəlik haldadır. Bəli, dediyimiz kimi müəyyən yiyəlik hal şəkilçisi qəbul edib. Tam kəmiyyət zərfidir, tam aşkarlanmayıb. Miqdar kəmiyyət zərfidir. Aşkarlanmayıb, düzəltmə feildir. Xəbər şəklindədir. Aşkardan, aşkarlanmaq, mayıb. Yəni, bu da bəli. Nəqli keçmiş zamanda olan, belə deyək də, düzəltmə feildir, xəbər şəklindədir. Bu da düzgün cavabdır. Bugün sizlər üçün nitq hissələrinin morfoloji xüsusiyyətləri bölməsindən ilk 50 sualın izahını verməyə çalışdıq. İnanırıq ki, sizlər üçün faydalı olar, yararlı olar. Əgər suallarımızın izahını bəyəndinizsə, abunə olmağını, kanalımıza abunə olmağınızı və rəy yazmağınızı hər birinizdən xahiş edirəm. Sağ olun.